Hər vaxtınız xeyir, əziz dostlar. Bura bax kanalın izləyiciləri və abunəçiləri. Əgər aşağı kim abunə kanalıma abunə olmamışsa aşağıdakı abunə düyməsini basıb kanalıma abunə olun, like basın ki videolarım irəli getsin. Və zil düyməsini açın ki yeni videolardan xəbərdar olasınız. Çünki sizin dəstəyiniz mənim üçün önəmlidir. Bu bayram vaxtı dəstək olun, videolara baxın dostlar. İndi gəldim mən hal-hazırda Kukla teatrıdır. Görürsünüz bax orada Kukla teatrı var. Burada giriş-çıxış yeri var. Məni xaricdən izləyən Azərbaycanlılar, Türkiyədən izləyən izləyicilər, Türk vətəndaşları baxırlarsa mütləq bu video baxın. Gələndə də mütləq əgər gəlmişsinizsə Azərbaycana, Bakıya, bilirsiniz ki şəhərin mərkəzindədir. Kim ki gələ bilmir, xaricdə oturub, televizor arxasında oturub rahat videoya baxa bilərsiniz. Heç olmasa bu yeni ildə təsəvvürünüz olsun da necə gözəl görünür. Demək ki mən indi yarmarkadayam. Gedirəm indi ikinci yarmarkaya. Burada belə gözəl bəzəyiblər buraları. Çünki xaricdə çox bizim soydaşlarımız yaşayır, Azərbaycanlılar yaşayır. Gələ bilmirlər. İndi yeni ildə gələ bilmirlər. Çünki bilirsiniz təyyarə biletləri baxadır. Başqa qiymətlər biraz yüksəkdir. Ona görə tam oturur, istəyir öz evində rahat otursun, baxsın. Mən də çalışıram ki bu videoları çəkim, sizə göstərdim ki siz də rahat oturasınız. Bir Azərbaycan, Bakı haqqında bir vizyonunuz olsun. Yəni görəsiniz ki necə gözəl görünür bayram günlərində Bakı. Yarmarka keçən il mən burada olmamışam. Mən çox uzun müddət yaşamırdım burada. Türkiyədə idim. Ona görə çox dəyişikliklər olub. Əvvəllər belə deyildi. İndi daha belə burada da yəni Kukla teatrının yanında da quraşdırıblar. Əvvəl yox idi burada. Bir yarmarka təşkil eləməmişlər. Giriş buradandır, baxın. Kukla teatrının düz yanındadır. Buradakı vətəndaşlar bilir yəqin ki, gələnlər gəlir, amma xaricdə oturanlar, bizim soydaşlarımız bilmirlər. Yəni ona görə gələn ildə yəni belə təşkil olunacaq. Bir də ki, Türkiyədən izləyən izləyicilər də varsa, gələnlərsə varsa, planları varsa gəlməyə ayın 31-i. Ona görə gələndə mütləq gəlin bura, gəzin buraları. Bax, burada gözəl təşkil eləyiblər bunu. Çox xoşuma gəlir. Avropada da, Almaniyada da eləyirlər bunu belə. İnsanlar oturub rahat çörəyini, yeməyini, çayını içə bilər. Oturacaqlardır. Burada da belə bir yaşıl bir qoyublar. Çay içə bilərsən. Burada buranın maşınıdır. Santa Claus'un maşınıdır deyəsən. Şaxta babanın. Burada budkalardır. Budkaların dekoru değişikdir. Ona görə burada ülkənin stendidir. Mən buranı axşam vaxtı da çəkmişəm dostlar. O videoya da baxın mütləq. Mən dedim gəlim, hava işıqlı vaxtı da gəlim buranı çəkim ki değişik bir olsun da. Yəni axşamla işıqlı vaxtı, yəni günorta vaxtını fərqləndirəsiniz ki hansı daha yaxşı görünür, hansı axşam gözəl görünür, yoxsa işıqlı havada yaxşı görünür. Ona görə burada satırlar. Yemək, içmək, nə istəyirsən var burada. Dogs, Kurun Dogs. Hamısını da İngiliz dilində yazıblar. Burada 1 manata satırlar. Magnolia. Nədir o? Sonra 1 manata. Qabaqda da bir dənə şam ağacına oxşar bir dekor veriblər. Şam ağacı da deyil, işte ona oxşar bir dekor. Burada çakır satırlar. İnsanlar var ama çox deyil, çünki bu hələ işdən çıxan vaxtı deyil. Tətil də 2026'da bildiyimə qədər 5 gün ya 6 gün olacaq. Ya da 7 gün. Bilmirəm, çox iş günü olmayacaq. Ona görə insanlar hələ işlədir, yəni ayın 30'una kimi işlədir. Yəni 31'i yəqin ki artıq. Amma mən indi nəyə görə gəldim? Çəkdim ki bugün ayın
29'udur dostlar. Mən sabahlar gəlsəm burada o kadar insan olacak ki, insan əlindən tədbirli çəkmək də olmayacaqdı. Yəni çəkdim ki, vizyonunuz olsun, necə görünür bura. Kartof var. Burada da belə bir kanki təşkil edirlər. Kanki insanlar burada ən çox uşaqlar sürüşürlər. Kiralıysan o ayaqqabıdır, altdalı dəmiri də var, sürüşmək üçün burada. Buzdur, buz eləyiblər, o plastikdir mən biləm, altından buz verirlər. Sürüşürsən, o kadar effekt vermir. Yani ki daha effektli olsaydı daha rahat sürüşmüyor olardı. Yani böyle eləyiblər də, necəsə, ülvali eləyiblər belə. Ama o əsillər olur, o hockey oynayanlar var, o figurni idman növləri var, figurni növləri. Orada daha keyfiyyətlidir, yani əsil olanıdır. Burada da belə bir şey var, deməli, nərgizpon. Qiymətlər də orada qabaqdadır, 15 dəqiqəsi 10 manat, 30 dəqiqəsi 16 manat, 60 dəqiqəsi 25 manat. Qiymətlər yüksəkdir. Bakın dostlar, çok güzeldi. Burada da şam ağacı, bir marketin şam ağacı. Yani burada çok yerlerde kuraştırmıyorlar. Şam ağacı da qabağda yoktur işte. Az neft tərəfli bura. Burada da atraksiyonlardır. İndi geri qayıdaq. Dostlar, buradan da geri qayıdıram artıq. Deməli bu yerləşir bizim kimi Kukla Teatrının yanında. İkinci yarımakadır, balaca bir yarımakadır, Xudmani yarımakadır, çox böyük bir yarımaka deyil. Gələndə birinci gəzin o böyüyü, əgər o böyük yarımaka. O da şəhərin düz mərkəzində, McDonald's'da, Fevveralar meydanında, o böyüdür. Ama orada çok darız kaldı, bura biraz genişdir, ama biraz balacadır. Bax belədir, yəni iki variant var. İkisine de gəlin, gəzin. Mən bəzi videolara baxdım, ən gözəl, biz düzdür indi biz Hristiyan ölkəsi deyilik, Milad bayramı bizim bayramımız deyil. Ama ənənə olaraq, yəni qalıb bizdə vaxtı Sovetlər vaxtından belə təntənəli şəkildə yeni illə müqayisə edirlər də bunu. Amma halbuki bu butkaların tikilməsi, burada Milad bayramına uyğun gələn bir bayramdır. Yəni o bizdə sadəcə Dünya Azərbaycanlı Həmrəylik günü ilə eyni vaxta salırlar. Bir də ki yeni ili. Ona görə o vaxtdan bizdə qalıb da, yəni Sovet vaxtında. Amma indi belə baxın, rəsmi olaraq biz Hristiyan deyilik, yəni Hristiyan ölkəsi deyilik. Seküler ülkəyik, yəni dünyada ülkəyik, tolerant ülkəyik. Dinimiz var, ya Müslümanız, amma mən bilən Novruz bayramı daha gözəl keçir. Novruz bayramı mənim ən sevdiyim bayramdır. Türklərin ən gözəl bayramlarından biridir. Dünya Türklərinin. Bax, bu ev də gözəldir. Bir maşın. Dostlar, çox sağ olun ki, videonu izlədiniz. Mənə dəstək olursunuz. Əgər kanalıma abunə olmamışsınızsa, mütləq aşağıdakı düymə basın, kanalıma abunə olun. Zil düyməsini açın, yeni videolardan mütləq xəbərdar olsunuz. Ən axırda da like basın video. Like basmaqla algoritm belə işləyir. Algoritm deməli, like basanda video ancaq qabağa gedir. Yəni komment yazmaq da, şərh yazmaq da, yorum yazmaqla olmur. Mütləq like basın ki, videolarım geçsin qabağa, dəstək olun mənə. Çox sağ olun ki, videolarımı izləyirsiniz. Çox sağ olun. Bilməm sizə köməklik göstərə bildim, videonu çəkdim. Sağ olun.